düzgün qidadan başlayır. İnsulin müqaviməti nədən yaranır? Təxminən 100 il əvvələ gedib çıxan araşdırmalar çox maraqlı bir nəticə göstərmişdi. Gənc və sağlam insanları iki qrupa ayırırlar. Bir qrup yağla zəngin qidalanır, digər qrup isə karbohidratla zəngin qidalanır. Cəmi 2 gün ərzində nəticə ortaya çıxır. Yağlı qidalanan qrupda qlukoza dözümsüzlüyü kəskin şəkildə artır. Eyni şəkərli su testinə cavab olaraq daha çox yağ qəbul edən qrupun qan şəkəri 2 dəfə daha yüksək olur. Yəni qidada yağ nə qədər çoxdursa, qan şəkərinin sıçraması da bir o qədər artır. Alimlər bu sirri anlamaq üçün təxminən 70 il çalışmalı oldular. Amma bu araşdırmalar sonda 2-ci tip diabetin səbəbini başa düşməyimizin açarına çevrildi. Məsələn, idmançılar yarışdan əvvəl karbohidrat yığımı edəndə əslində əzələlərində enerji ehtiyatı toplayırlar. Karbohidratlar həzm zamanı glukozaya parçalanır, qana keçir, sonra əzələlərə daxil olub orada saxlanılır və enerji üçün istifadə olunur. Amma qan şəkəri biraz vampir kimidir. O hüceyrələrə girmək üçün dəvət gözləyir. Bu dəvət isə insulindir. Təsəvvür edin, bir əzələ hüceyrəsi var. Kənarda isə içəri girməyi gözləyən qan şəkəri. İnsulin açar kimidir. Qapını açır və şəkərin hüceyrəyə daxil olmasına imkan yaradır. İnsulin reseptora bağlanır. Ardıcıl bir neçə fermenti aktivləşdirir və sonda glukozanın hüceyrəyə keçməsini təmin edən qapı açılır. Yəni insulin əzələ hüceyrələrimizin qapısını açan açardır. Bəs insulin olmasa nə baş verər? Qan şəkəri əzələlərin qapısını döyə-döyə çöldə qalar və içəri girə bilməz. Gedəcək yeri olmadığı üçün də qan şəkəri getdikcə yüksələr. Birinci tip diabetdə məhz bu baş verir. Mədə altı vəzdə insulin istehsal edən hüceyrələr məhv olur. İnsulin olmadığı üçün şəkər qandan əzələlərə keçə bilmir və qan şəkəri yüksəlir. Amma qan şəkərinin yüksəlməsinin ikinci bir yolu da var. Təsəvvür edin ki, insulin var, amma işləmir. Açar var, amma qıfıl tutulub. Buna insulin müqaviməti deyilir. Əzələ hüceyrələri insulinə cavab vermir. Bəs qapının qıfılını nə tutur? Yağ. Xüsusilə əzələnin içində toplanan yağ. Buna intramüskülyar yağ deyilir. Qandakı yağ əzələlərin içinə yığılıb zəhərli parçalanma məhsulları və sərbəst radikallar yaradır və bu da insulin siqnallarını bloklayır. Nəticədə qanda nə qədər insulin olsa da glukoza qapıları açılmır və qan şəkəri qanda yığılmağa davam edir. Bu mexanizmin xüsusilə doymuş yağların insulin müqaviməti yaratmasının necə baş verdiyi yalnız müasir MRT texnologiyaları ilə aydınlaşdı. Beləliklə məlum oldu ki, qandakı yağ səviyyəsinin artması glukozanın əzələlərə keçməsini əngəlləyir və insulin müqaviməti yaradır. Üstəlik, bu proses çox sürətli baş verə bilir. Cəmi 3 saat ərzində. Tək bir yağlı qəbuldan sonra belə, təxminən 160 dəqiqə içində insulin müqaviməti başlaya bilir. Eyni hal yeniyetmələrdə də müşahidə olunur. Qana yağ verildikdə, bu yağ əzələlərdə toplanır və insulin həssaslığını azaldır. Bu da göstərir ki, qandakı yağın artması insulin müqavimətinin mühüm səbəblərindən biridir. Amma əksini də etmək olar. Qandakı yağ səviyyəsini azaltdıqda, insulin müqaviməti də sürətlə azalır. Qanı yağdan təmizlədikdə, şəkər də qandan təmizlənir. Bu da bizə bunu izah edir. Yüksək yağlı qidalanmada, o cümlədən ketogenik pəhrizdə insulin əvvəlki kimi effektiv işləmir və bədən insulinə daha müqavimətli olur. Amma qidada yağ azaldıqca insulin daha yaxşı işləməyə başlayır. Bu, hətta sağlam insanlarda belə az karbohidratlı, yüksək yağlı pəhrizin şəkər dözümlülüyünü poza bildiyini açıq şəkildə göstərir. Yəni insulin müqavimətini, prediabetin və ikinci tip diabetin əsas səbəbini azaltmaq üçün doymuş yağ qəbulunu azaltmaq kifayət qədər təsirli bir yanaşmadır.